Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə bugünkü videoda məlumat verəcəm ki, hansı halda pensiya kəsilirsə və hansı müddətə onu bərpa edərək yığılan pula ara biləsiniz. Əgər maraqlıdırsa izləyin. Bunun əlavə məlumat verəcəm ki, sosial yardımı hansı müddətə işləmədən almaq olar. O barədə də məlumat verəcəm. Eyni zamanda məlumat verəcəm ki, aliment hansı müddətə tələb etmək olar. Yəni alimentin tələb etmə müddəti var. O barədə də məlumat olacaq. Əgər maraqlıdırsa videonun sonuna qədər izləyin, hörmətli izləyicilər. Əvvəlcədən sizdən xahiş edirəm, videonu bəyənin, qoy hamı bilsin bu məlumatları. Eyni zamanda qeyd edin ki, mən hüquqşünas Zaur Seyidzadə əgər arabasında olduğuma görə, eyni zamanda əgər təşkilatın rəhbəri olduğuna görə dünyanın 40 tanınmış şəxsiyyətləri haqqında kitab hazırlamışam, araşdırma aparmışam. Həmin kitabı 20 manata satıram. Dəstək olmaq istəyənlər ara bilər. Eyni zamanda qeyd edin ki, hüquqi məsləhətçi mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalında şort bölməsində istənilən videonun üzərində var. Həmin kart nömrəm, həmin telefon nömrəm. Kanala dəstək olmaq istəyənlər iyanə də edə bilər. Yəni yardım da edə bilər. İstədiyiniz məbləğdə fərqi yoxdur. 5 manat, 10 manat, 3 manat, kimin gücü nəyə çatırsa. Və belədir keçən mövzuya ki, birinci növbədə pensiyanı kəsildiyi zaman hansı müddətə yenidən hesab edib həmin pulu ala biləsiniz. Qeyd edin ki, yaşa görə pensiyanı pensiya kəsildi, hansısa bir səbəbdən kəsildi, deyirlər məsəl üçün düzgün hesablanmayıb, sizin sənədləri düzgün deyil. O halda siz məhkəməyə müraciət edərək, müəyyən faktları sübut edərək, yenidən pensiya təsdiq etdiyi zaman, yəni son 3 ilin pensiyasını ala biləsiniz. Amma evlilik təyin olduğu zaman, eyni zamanda evlilik müddəti bitdiyi zaman və ya Sosial Müdafiə Nazirliyi tərəfindən kəsildiyi zaman yenidən bərpa olunursa, 5 ildən çox olmayaraq, ümumi xəstəlik nəticəsində əlil olmuş şəxslər, yəni 5 ilin pulunu ala bilər. Nəzərə alın, hörmətli izləyicilər. Bundan əlavə qeyd edin ki, sosial yardımla bağlı əgər pensiya alıcısı, pensiyasında artım və azalma varsa mütləq şəkildə xəbərdar etməlisiniz. Əks halda sosial yardım kəsilə bilər. Və sosial yardımla bağlı onu bildirin ki, əgər vətəndaş işdən çıxır, gedir məşğulluq idarəsində işə durubsa, qeydiyyata durubsa, yəni işlə bağlı həmin müddətdə ala bilər. Eyni zamanda sizliyə görə sosial sığorta ödənişi alırsa, yəni bu sosial sığorta ödənişi o şəxslərə verirlər ki, ya idarə təşkilatı vəq olunsun, ya da onun tutduğu vəzifə peşə vəq olunsun o halda. Bir şərtlə, əgər siz aldığınız sosial ödənişlər, yəni sığorta ödənişləri, sizin bundan qabaqki aldığınız gəlirlə uyğun gəlirsə, artmırsa, tutaq ki, məsəl üçün deyində və götürək, 4 nəfər ay yaşayırsınız və 285 manatdan hesablanır. 285-i də 4-ə vuranda hardasa 1140 manat. 1140 manatdan aşağı gəlir alırsınızsa, yəni sosial ödəniş aldığınız zaman, o halda siz sosial yardım düşür. Yox, əgər artıq hesablanıbsa, o halda sosial yardım düşməyəcək. Nəzərə alın, hörmətli izləyicilər. Bundan əlavə qeyd edin ki, əgər başqa bir məsələ var, onu da qeyd edəcəyəm. Məşğulluq idarəsi isə iş təklif edirsə, əgər siz o işdən imtina edirsinizsə, o halda da sosial yardım kəsə bilər. Nəzərə alın, hörmətli izləyicilər. Və keçək alimentlə bağlı məsələ. Alimentin tələb etmə müddəti, yəni uşağın 18 yaşından sonra üstün müddətində yığılan borcları tələb edə bilərsiniz. Amma burada bir incəlik var, onu nəzərə alın, hörmətli izləyicilər. Əgər tutaq ki, məsəl üçün deyəm, 2000 borc yığılıbsa, sonra siz yoldaşınızla barışmışsınızsa, bir yerdə yaşayırsınız və yaxud yaşamırsınızsa, onlara nəzərə alınmalı. Belə ki, hörmətli izləyicilər, barışdığınız zaman gedib məhkəmə iclasına ərizə yazıb bildirməlisiniz ki, biz barışmışıq, yerdə qalan borcları istəmirik, ehtiyac yoxdur. O halda həmin borclar silinir. Əgər yox, barışsız bu barədə məlumat verməsiniz, aliment yenə ödənilməlidir. Və ya borcla bağlı məlumat verməsiniz, ancaq alimentin
Geri kalan hissesinden bağlı məlumat verirsiniz. O halda amil dəyəndə olacaq, amma borc da yerində qalacaq. Həmin borcu da tələb eləmək müddəti 3 ildir. Nəzərə alın. Bundan əlavə qeyd edin ki, əlilliyi olan şəxslər əgər amil alırsa birinci qrup əlillərdən söhbət gedir. Yəni 81%, 100% əmək qabiliyyətini itirmiş şəxslərdən söhbət gedir. Həmin şəxslər müddətsiz amil alır. Yəni 18 yaşına qədər yox. 18 yaşından sonra alır. Və valideynin nəqli sağdırsa həmin amildə ödəyir. Burada müddət yoxdur. Nəzərə alın. Hörmətli izləyicilər. Əsas məsələdən biri də budur. Amma dediyim kimi, bağışmış tərəfdən amil istəmirsə mütləq şəkildə bunu ya gedin, məhkəmə iclasının yanında ərizə yazın, bildirin ki, bağışmış istəmir və ya mediasiyada saziş bağlaya bilərsiniz ki, biz amili formal şərtlərdən görə istəmir. Və ya bir şey də ola bilər ki, şəxsdə evdə paylar var. Həmin amil ödəyən şəxsi öz payından imtina edir amildə görə. O halda da mediasiyada və ya notarius saziş bağlayın ki, biz amil ödəməkdən, yəni ödəməyəcəm. Qarşı tərəfdə yazsın ki, mən amil almaqdan imtina edirəm evdən pay aldığıma görə. Məsəl üçün, belə hallar mümkündür, hörmətli izləyicilər. Əks halda dediyim kimi, amillə bağlı yığılmış borcu son 3 il müddətində almaq olur. Orada 3 ildir, bir daha xatırladıram. Yaşa görə pensiyaya görə yığılmış pensiyanın yenidən hesablatdırma son 3 il almaq var. Əgər siz belə yaşa görə pensiya kəsiblər ki, məsəl üçün indi bu dəqiqə Allah çox olur. Gəlirdi ki, idarə təşkilat sosial müdafiə fonduna pul ödəməyib. Siz də məhkəməyə şahid aparaq sübut edə bilərsiniz ki, mən həmin yerdə işləmişəm. Artıq ödəməyibsə həmin təşkilat problemidir. Onda sizin pensiyası bərpa olunur. Son 3 il pensiyasını ala bilərsiniz. Amma əlillik kəsildiyi zaman son 5 il pensiyasını ala bilərsiniz. Amma 5 ildən sonra ümumi qaydada yenidən hesablanır pensiya, yəni hansı gündən yenidən əlillik təyin olunursa. Son 5 ilin pensiyasını almaq mümkündür. Bunun üçün də siz Sosial Müdafiə Nazirliyinin Sosial Ekspert Komissiyası sizə imtina verirsə, o halda hörmətli izləyicilər, məhkəməyə müraciət edə bilərsiniz. Yəni ki, bəzi şəxslər hələ ki, ora imtina verir, iş ondan bitdi, yox. İnzibati məhkəməyə müraciət edərək, müəyyən faktlar sübut edərək, əlillik təyin olmasına yenidən nail ola bilərsiniz. Hörmətli izləyicilər, qeyd edin ki, mənim 1400-dən artıq şartla bir yerdə videom var. Orada sosial yardım, pensiya, əmlakın bölgüsü və digər məsələlərlə bağlı məlumatlar vermişəm. Əgər maraqlı olursa tanış ola bilərsiniz. Bundan sonra yeni qanunların tanış olmasında kanala abunə olun. Mənə dəstəkçisində videonu bəyənin, qoy hamı bilsin. Hörmətli izləyicilər, zəhmət olmasa aktiv olaq. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın. Sağ olun.